Salam dəyərli şagirdlər, ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu günləri çoxdandır istənilən mövzunu izah eləmək istəyirəm sizlə. 100 sözlük esse necə yazılmalıdır? Bu təlimatı həmçinin yay qrupunda olan şagirdlərə də verəcəm. İstədim sizlər də baxasınız və nümunə olaraq da çox xoş olar ki, şərh bölməsində bildirəsiniz. Vaxtım olan kimi mən də sizə öz fikirlərimi bildirəcəm. İlk olaraq necə olacaq? Birinci, bu esse necə yazılmalıdır? O haqqda məlumat verəcəm. Sonra elə bir imtahan modelimiz var idi. Necə düşəcək imtahana, yeni model test. Oradakı mövzu hansıdırsa, o mövzunu istədim yazaq ki, fikrimiz də formalaşsın. Əslində baxanda görəcəksiniz, yəni essedə olan bütün cümlələri bilirsiniz. Sadəcə sizdə nə problem var? Ümumiyyətlə aramızda kitab oxumaqla arası yaxşı olan şagird varmı? Kitab oxumaqla arası yaxşı olan şagirdlər esse yazma qabiliyyəti əla olacaq. Amma kimin ki inşa yazmaq qabiliyyəti zəifdirsə, bizim üçün bu çətin olacaq. Çünki fikir formalaşmalıdır, bir kreativlik olmalıdır. Çünki o 100 dənə sözdən ibarət esseni yazmaq istəyiriksə, təkrarçılıq olmamalıdır. Fikirlər, belə deyim, fikirdən kənara çıxmaq lazım deyil. Bu kimi nüanslara fikir vermək lazımdır. Gəlin biz dərsdə qeyd eləmişdik bundan əvvəlki qrupda. Bu arada o haqqda da məlumat verim. Yay qrupundan onlayn olaraq bir qrupdur hələ ki, amma əyani olaraq qruplarda olduğuna görə iki əyani qrup açdım, həm neftçilərdə, həm də 20 yanvarda. 20 yanvarda olan qruplarımın günləri 1-4-cü günlər saat 2 və saat 4 qrupudur. Həmçinin neftçilərdə də elədir. Saat 2 və saat 4 qrupu günü fərqlidir. 2 və 5-ci günlər mütləq şəkildə proqramdan çox irəliləməmiş qoşula bilərsiniz. Əlaqə nömrəsinə yazarsınız həmçinin. Deməli, təlimatları versək. Birinci, ümumi olaraq uşaqlar, essemiz necə yazılmalıdır, ona fikir verməliyik. Birinci bilməliyik ki, bizim üçün ən önəmli olan nüans nədir? Linking verse. Linking verse haqqında əvvəlkilər bilir ki, biz təlimat vermişdim dərs başlayanda. Amma burada təzə şagirdlər vardı, həm də dedim onu bir təkrar eləyək. İkinci nüansımız nədir? Gördüyünüz kimi məntiqi əlaqə. Məntiqi əlaqə nədir? Yəni, biri ayda, biri çayda olmur cümlələrimiz. Ardıcıl şəkildə yazılmalıdır və sən fikrini mütləq şəkildə ardıcıl olaraq bildirməlisən. Təkrardan qaçırıq niyə? Yəni bir cümləni yazdın, sonra onun mübtədasını, xəbərini dəyiş və yaxud da sinonimini dəyiş. Yenə eyni söz yaz ki, cümlən böyük görünsün, elə şey yoxdur. Ondan da bal kəsiləcək. Növbəti hissəmiz nədir? Qrammatik qayda bizim üçün çox önəmlidir. Yəni mübtəda xəbərin uzlaşmasına fikir verirsiniz. Bu bir. İkinci nüans nədir? Zamanlara fikir verirsiniz. Ona da fikir verin. Həmçinin artiklın məsələsinə də çox fikir vermək lazımdır. Yəni bir səhvdən sizin balınızı təbii ki, azaltmayacaqlar, amma bu səhvlərin sayı 5-dən 6-dan çoxdursa, artıq azalacaq. Və ən əsas nüanslardan biri sən sözlərin düzgün yazışına fikir verməlisən. Çox önəmlidir. Ya da ən çox edilən səhvlərdən biri. Bizim mübtədamız təkdədir, xəbər təkdə olmağı, yazmağı unudursan. Yəni mübtədanın cəmdir, elə bilirsən ki, feilin cəm olanda s əlavə eləyir. Yəni feilin sonuna sən əlavə s yazırsansa, o deməkdir ki, sənin mübtədan təkdədir. Bu çox rahat olsa da, asan olsa da diqqətlə çox yayınır. Ən çox edilən səhvlərdən biri də beautiful sözünü şagirdlərin səhv yazmasıdır, bilə-bilə. Xahiş edirəm o 3 dənə saiti qarışdırmayın. beautiful şəklində yazılır, ona fikir verin. Ya da ümumiyyətlə onu yazmayın, sinonimlərlə yazın. Növbəti isə uşaqlar, bu linking verse-lər nədir? Bu haqda bir təlimat verək. Yerlərini bilmək lazımdır. Yəni bizim, belə deyim, başlanğıc hissəmizdə olan linking verse-lər var, cümlənin ortasında olan sözlər var. Yəni eyni linking verse-lər, bağlayıcı sözləri yazmamaq üçün bunun ekvivalentlərini də yazmışam. Daha çox bu esselərdə, yəni yeni tip esselərdə bizdə opinion esseylər var. Opinion essey nədir? Opinion. Fikirlə sənə fikrini bildirmək üçün bir mövzu verir. Və bu essedə daha çox to my mind-la da başlaya bilərsən, amma bu tipdə sözlərlə də başlaya bilərsən. Birinci öz fikrini bildirmək şərti ilə. Gəlin baxaq. Primarily, initially, firstly və to start with sözlərinə başlayırsınız. İlk olaraq mənasındadır. Bunların birindən yazdınız. Növbəti nə edə bilərsiniz? Növbəti əlavə olaraq mənasında orta hissədə yaza bilərsiniz. Additionally, secondly, thirdly, in addition, moreover, together with, another point is və yaxud da ən sevdiyim, belə deyim, linking verse-lərdən biridir, həm də uzun görünür. It is worth of mentioning that. Baxaq. It is worth of mentioning that sözüdür. Yəni bunu deməyə dəyər ki, bunların sizcə mənası olaraq nədir bunların tərcüməsi? Misal üçün, nəyəsə bir fikir əlavə etmək istəyəndə əlavə olaraq. Bəli, nəyəsə bir fikir olanda əlavə olaraq həmçinin mənasının ekvivalentləridir. Yaxşı.
Buna gələn səfər sizdən əzbər soruşacağam. It's worth of mentioning that sözü çox işlənməyən sözlərdən biridir. Mən bunu general speaking-də öyrənmişdim. Çox qəşəng sözdür. Yəni daha çox elə bil biz bir növ nəyi öyrənirik? Essay writing-i öyrənirik uşaqlar. Essay writing elə bir opinion essay formasıdır və bunu çox vaxt müəllimlər academic writing bölməsində keçib, yəni mən keçmişəm də. Yəni bu dərəcəyə ağırlaşdırmağın mənası yoxdur, amma inanın cümlələrin heç birində çətin sözlər yoxdur. Əsas məsələ nədir? Mürəkkəb cümlə strukturlarından artıq istifadə etmək lazımdır. Necə ki biz keçən dərs tərcümə elədik, düzdür o tipdə. Hər dərs yazdıqca onu mən sizdən belə deyim praktik eləyəcəm ki, getdikcə bu esseni yazmaq rahat olsun. İlk dəfədən biraz bizə ağır gələcək, düzdür. Növbəti isə uşaqlar, bu for instance nə deməkdir? For instance, for example, such as-ın mənası kimi deməkdir, misal üçün deməkdir. Və indi bunu mən sizə belə deyim də, imtahan modelində yuxarıda nələr tələb olunur, onları sizdən tərcümə eləyəcəm. Orada əsas nüanslardan biri nədir? Misal göstərməyi. Düzdür, Zəhra? Baxaraq, for instance, for example, such as-dən istifadə edəcəyik. Və mənim fikrimcə sözü çox aktual olan linking verse-lərdən biridir. Onun yerinə nə yaza bilərik? In my opinion yaza bilərsən. In my opinion, for me, I guess. Və yaxud da from my point of view, görün qəşəng, çalışın uzun sözlərdən istifadə edin. Həm də esseniz belə samballı görünsün də. Sonra I guess, from my point of view, I consider də deyə bilərəm, I believe that də deyə bilərəm. Və yaxud da to my mind deyə bilərsən, bu da qəşəng sözdür. Yəni çox görünməyən sözlərdən biridir. I assume that deyə bilərsən. Mənası nə oldu? Mənim fikrimcə. Əla. Keçdik. Növbəti təlimatlardan biri, ziddiyyət çox önəmlidir. Sən misal üçün indi mövzu olacaq ki, məktəb forması sizcə məcburi olmalıdırmı? Mövzu budur. İndi siz deyəcəksiniz, bəli, səbəbini izah elə. Xeyr, səbəbini izah elə. Yaxşı. Onda bizə artıq burada ziddiyyətlə bildirən linking verse-lər lazımdır. Onsuz but sözünü hamımız bilirik. Başqa nələr yaza bilərik? Bu qədər sizə seçimlər vermişəm. However, on the other hand var, nevertheless, conversely, though, although, even though, nonetheless və whereas kimi biz bu sözlərdən istifadə edə bilərik. O demək deyil ki, essedə bütün bu sözlərin hamısını yazmalısınız esseyə, xeyr. Seçim sizə qalıb, amma mütləq şəkildə linking verse işlənməlidir. Hətta 3 dənə linking verse-ün işlənməsi belə azdır, çox işlətməlisən. Ondan əlavə nə işlədə bilərik? Misal üçün, işlədə bilərsiniz təyini əvəzliklər, who'dur, whom'dur, which'dir, onların işlənməsi də mütləqdir. Ona da fikir verirsiniz. Növbəti təlimatımız nədir? Səbəb, nəticə bildirən sözlərdən istifadə. Because da deyə bilərsən, həmçinin because of this, therefore, as a result var, that's why var. Bir də əlavə olaraq nəyi deyim sizə? Bunlardan sonra cümlə gəlir uşaqlar. Bəs bunlardan sonra söz-söz birləşməsi gələnlər hansılardır? Onu yazıram sizə. Despite sözü var, bir də aferin. In spite of. Bunlardan sonra amma cümlə gəlməyəcək. Nə olacaq? Bəli, söz. Bəli, bəli. As a result of olar. Amma baxmayaraq ki, mənasında yox, nəticədə mənasındadır. Yaxşı. Bir dəqiqə, burada da nəticədə. Sorry, fikrim yayındı. As a result of da olar, bəli. Of. Zo, ozu fərqini soruşursan. Onların fərqi düşməz. Eyni şeydir. Zo, ozo, even zo. Biri daha rəsmidir, biri daha speakingdə işlənir, amma onlar düşmür, narahat olma. Və düşməyən şeyi sizin beyninizi qarışdırmaq üçün deməyi üstün tutmuram. Belə. Bunlardan sonra nə gəldi? Söz birləşməsi. Növbəti təlimatımız nədir? Bəli, ən əsası bu essedə, yəni essenin ona görə yazmışam. Nə idi uşaqlar? Ürəyidir. Nədir essenin ürəyi? Essemizdə nə olmalıdır? Bəli, sonluq olmalı, nəticə. Misal üçün, mən oxuyuram esseni, tutaq ki, əlinin yazdığı esseni oxudum və mən bu sonluq bildirən sözləri görməliyəm ki, bilməliyəm ki, əli məndən sağollaşır, artıq mövzunu yekunlaşdırır. Hansı sözlərdir? Çoxdur, həddindən artıq çox sözlərdir, hələ ən əsaslarını yazmışam. In conclusion, finally, to sum up, all in all, overall, to conclude və yaxud da deyə bilərsən, to conclude my essay kimi də sən işlədə bilərsən. Həmçinin nə deyə bilərsən? In summary sözündən də istifadə edə bilərsən. Bir də vergülə fikir verin. Daha çox cümlənin ortasında işlənən linking verse-lərdə özündən əvvəl də sonra da vergüldür. Because da işlənmir vergül. Bu tipdə cümlənin əvvəlində olanda da biz mütləq şəkildə vergülü yazmalıyıq. Vergülü yazmadıq, nə olacaq həli? Səndə punctuation səhvi olacaq, yəni bal kəsiləcək.
Aydın oldu? Okay. İndi biz bu yazdıqlarımızı təbii ki, praktik eləməliyik. Sizə hazır esseni təbii ki, verməyəcəm. Cümləni tərcümə edəcəyik və bir yerdə yazmağa çalışacağıq. Yaxşı. Deməli, birinci cümləm olacaq deyəsən odur. Təlimatı verim sonra. Hə, bunu mən gərək böyüdüm. Esseyimiz uşaqlar gördüyünüz kimi bu boyda bir essedir. Nəyi rəngləmişəm görürsünüz nə qədər. İndi bəzilərində düzdür, qələm səhvi olub. Altına xətt çəkdiyim sözlər nədir sizcə? Linking wordslərdir. Sonra bax who'dur, which'dir. Belə nisbə əvəzliklərdən də mən istifadə eləmişəm. Yəni mən bunları böyüdə-böyüdə sizlə tərcümə edək. Aha. Mövzumuz nədir? Should school uniforms. Bəli, bunu öküz vurdu. Should school uniforms be required for all students? Gəlin ona baxaq. Nə deyirsiniz? Bəlkə bunu mən senin bir yerdə yazaq? Bəli, olur. Hə? Çünki belə baxsaz daha az yadda qalar, nəinki təlimatla. Keçən növbətdə ikinci dəfə özümüz yazaq. Ya belə yazarıq, axırda burada sərgəli formada yazmışam. Müzakirə edərik, yaxşı. Belə. Gəlin mən sizə təlimatları verim. Saxlamışdım yadda. Deməli. Yox, siz necə? Bax bu formada bunu gərək atıb saxlayardım. Bax sizə göstərim, nəsə sizə də göstərim. Hansı ki imtahan modeli paylaşılmışdı. 11-ci növbətdə 2027-ci ilin imtahan modeli. Bu formada imtahan modeli var idi. Sizə də göstərim. Aha, o model haqqında danışacağam. Nələr olmalıdır? Nələrə fikir verməlisən? Deməli, fikir verin, oxuyuram sizin üçün. Deyir ki, should school uniforms be required for all students? Bu mövzunun adı nədir sizcə? Məktəb forması, yəni Ay, uşaqların geyməsi məcbur. Bəli, məktəb forması sizcə məcbur olunmalıdır? Bu haqqda bir opinion essaydir və şərtdə nə yazıb? Write an opinion paragraph of at least 100 words on the topic below. Yəni bu mövzu haqqında siz ən azı 100 sözdən ibarət bir essay yazmalısınız. Nələr tələb edir? Deyir, in your paragraph you should have a topic sentence with a controlling idea. Bax, bu bizdə əvvəl yox idi. Bu akademik essay mövzusuna aiddir. Topic sentence olmalıdır. Yəni, fikrini ümumiləşdirəcək bir şey yazmalısan və misal üçün sən bunun tərəfdarısan və yaxud da tərəfdarı deyilsən. O haqda bir cümlə yazırsan, sonra bu sözləri sən, bu cümləni sən sübut eləməlisən. Nəyə görə? Justify eləyirsən də. Misallarla ola bilər, hər hansı bir, belə deyim, faktlarla ola bilər, bildirə bilərsən ki, bu mövzu nəyə görə sənin üçün önəmlidir. Sonra deyir, support your ideas with reasons, facts, dediyimiz kimi faktlarla, səbəblərlə və yaxud da misallarla ifadə ilə, onu istəyir. Have a concluding idea, bayaq demişdim, esseyin ürəyi nə idi? Sonluq. Burada da deyir, sonluq olsun, zəhmət olmasa. State both sides of the argument. Yəni, bu məsələnin hər iki tərəfindən yanaşmalısan. Həm müsbət tərəfindən, həm mənfi tərəfindən yanaşmalısan. Növbəti. Express your ideas clearly and logically. Bunu da demişdik. Yəni, fikrini aydın şəkildə və necə? Məntiqi şəkildə ifadə eləməlisən. Sonra növbəti isə use appropriate linking words. Nədir o? Bayaqdan danışdığımız linking wordslərin istifadəsi. Stay focused on the topic. Nə deyir? Stay focused on the topic. Yəni ki, mövzudan kənara çıxma. Bəli, bu mövzu haqqında fikrini bildir. Yaxşı. Ən sonuncu hissə nədir? Write in one paragraph, not in a separate sentences or bullet points. Yəni fikrini tam bir paraqraf, bir abzasın içərisində yazmalısan. Yəni təzədən biraz böyük görünsün deyə olur inşalarda. Təzədən yeni bir fikir ifadə edəndə yeni abzas, burada bu qadağandır. Bəli, təbii ki, indi başladıq. Öz kürəyimdə tutmamış. Gəlin cümləni tərcümə eləyək uşaqlar. Buradan da şey eləyə bilərəm. Oturub hamısının tərcüməsini yazmışam ki, bizə ağır olmasın. Birinci, istəyirsinizsə yazaq. Özünüz də qeydlər götürün tərcüməsi ilə. Yazdınız, açdınız dəftərlərinizi. Yazın ki, mənim fikrimcə. Aha, mənim fikrimcə. Aha, məktəb formaları. Mənim fikrimcə, məktəb formaları bütün şagirdlər üçün vacib olmalıdır. Cümləmiz budur.
Mənim fikrimcə, məktəb formaları bütün şagirdlər üçün vacib olmalıdır. Çünki onlar məktəb həyatını daha asan və əlasan Ceyhana promoy tərcümə. Çünki onlar məktəb həyatını daha asan və daha nizamlı edir. Gəlin sizlə başlayaq. Mənim fikrimcə, Allahsız, in my opinion, deməli, bunu bir belə eləyək. Baxaq, bu hansı rəngdir? In my opinion. Aha. Və artikelini yazmırsınız, niyə? Səbəb odur ki, sən bilirsən ki, səhv yazdıq. Aha. Sən bilirsən ki, bu ümumidir. Yəni, həmin mənasını demir. Ümumi deyir ki, məktəb formaları. Must, elə bir ki, sən onu geyməsən cərimələnərsən. Malın vəli should daha yaxşıdır. School uniforms should. Məktəbdə sən birinci topic sentence olaraq bildirirsən ki, bu neynəməlidir? Tələb olmalıdır, vacib olmalıdır. Nə demişəm? Məktəb formaları bütün şagirdlər üçün vacib olmalıdır. Should olmalıdır deyirəm, be. Vacib məna necessary. For all students. Əla. For all students. Çünki crucial ən axırda. Çünki bu necessary vacib sözünü bəlkə də 3 dəfə işlədəcəm bu cümlədə. Misal üçün sən necessary sözünü ikinci dəfə yazsan problem olmaz. Amma düşünürəm ki, təkrar olduğu üçün saymazlar. Mən şəxsən saymaram. En qədər sinonimi var. Significant var, əla. Sonra because. Aha. Deməli, bir dənə linking verse burada. İkinci linking verse burada. Çünki, nə edir onlar? Məktəb həyatını daha nə edir? They make məktəb həyatını tamamlıq olmalıdır. School life, düzdür qurban. Daha rahat nədir? Easier, bəli, easier olacaq. Easier, sonra? Yo. Sonra nə demişəm? Daha nizamlı edir. Nizamlı. Yox, regular deməzdim. O ilə başlayan bir söz var. Daha, more organized deyəcəksən. Organized. İndi belə bir şey deyim. Aktual səhvlərdən biri. Şagird yazır, more easier əvvəldə verir. More-la er olar. Easy az hecalıdır. Bax, bilirsən olmaz ha, amma yazanda o səhv eləyəcəksən. Ona görə mütləq şəkildə yaza praktika. Səhv də olsa yaz, düz də olsa yaz, 5 dənə cümlə də olsa yaz yəni. Yaza gələcək arada. Yaxşı xəli. Yaz. Bunu yazın. Cümlədə sən də olmalıdır. Burada zənə ehtiyac yoxdur. Mütləq şəkildə o demək deyil, müqayisə dərəcəsində zən olmalıdır, elə şey yoxdur. Right. Allah telefon yazır. Yaxşı. Yazdınızsa növbəti cümləyə keçək. Bitirəndə deyin. İlk olaraq formalar dəbli və ya bahalı paltar geyinən şagirdlər arasında mürəkkəb cümlədir. İlk olaraq formalar dəbli və ya istəyirəm siz də yazasınız, sonra mənlə yoxlayaq. İlk olaraq formalar dəbli və ya bahalı paltar geyinən şagirdlər arasında rəqabəti azaldır ki, gündə trilyon dəfə soruşduğum azaltmaq sözü. Rəqabəti azaldır ki, bəs rəqabət nədir? Rəqabət. Düz gəldi. Competition, düzdür, competition. Azaldır ki, virgül. Bu da bəzən stres yarada bilər. Cümlənin başı yaddan çıxdı. İlk olaraq formalar dəbli və ya bahalı paltar geyinən şagirdlər arasında rəqabəti azaldır. Onu yazıram. Bir də siz cümlə strukturuna nəyə fikir verin? Təyin edirəm axı. Hansı şagirdlər arasında dəbli və ya bahalı paltar geyinən?
Deməli bunu atacağam arxa tərəfə. Bəli. Hə, indi firstful yazdım. Yaxşı, bir dənə də qəşəng başlanğıc sözü var. Məsəl üçün nə deyə bilərsən? With ilə bağlı bir söz var burada. To begin with yaza bilərsiniz. Yaxşı. First of all da yaza bilərsiniz. İkisi də okeydir. Sadəcə bunun altından xətt çəkim ki, bilək bu nədir? Linking words-dir. To begin with. Aha. Nə edir bu? Aha, uniformalar nəyi azaldır? Rəqabəti azaldır. Aha, necə başlayacaq cümlə? Uniforms. Aha, azaldır. Decrease. Reduce, decrease də olar. Nə öyrəndik rəqabət sözünü? Competition. Aha. Hansı rəqabətdir bu? Hə, şagirdlər arasında. Nədir şagirdlər arasında? Between-də yaza bilərsiniz, among da ola bilər. Between students, aha. Bu students-ə sən təyin eləməlisən. Learners. Olar. Olar. Aha. İndi bunu təyin elədim. Nə olacaq? Students. Aha. Who təyin eləyir onu. Who-nu yazdınız. Sonra nə deyir? Nə geyinirlər? Dəbli və yaxud da bahalı paltar geyinirlər. Who, where, çünki student sözü burada cəmdədir. Fashionable və ya nədir? Aha. İndi or expensive. Paltar. Clothes. Clothes yazılır. Clothes yazılır. Clothes tələffüz olunur. Bəli, səhvdir, toplu isimdir. Aha. Və bu nəyə səbəb olur? Hansı ki stressə səbəb olur? Deməli, clothes sözünü biz gördük ki, nədir? Cansızdır. Nə ilə təyin edəcəm? That başqa? Which də olar, bəli. Which səbəb olur. Səbəb ola bilər də deyə bilərsən. Which can bəzən səbəb olur. Sometimes. Aha, səbəb olmaq. Cause. Stress. Yaxşı. Which can sometimes cause stress. Növbəti artıq nə vermək lazım? Misal verməyin vaxtı gəldi. İndi deyirik, məsələn, sadə geyimləri olan şagirdlər sinifdə özlərini daha rahat hiss edərlər. Yəni, misal üçün, əgər şagirdlər sadə geyinsə, sinifdə daha rahat hiss edərlər. Bu tipdə də deyə bilərik. Yəni, bunu biraz qaldıraq. Aha. Yaxşı, məsələn, nədir? For example, çox sadədir. Yəni, onu çox eşitmişdik. Axı, yazmışdım, 3 dənə idi. Bir dənə də var idi forla. I saw. For instance. For instance-dan sonra nə deyəcəksən? Hərfləri təbii ki, yeyirəm. For instance, sonra students, hansı şagirdlər tələb edirsən artıq sən burada nəyi? Students canlıdır. Deyir ki, neyiniyir? Aha, yəni sadə paltar geyinən şagirdlər özünü rahat hiss edir. Who, bəli, bir dənə növbəti bir, belə deyim, təyin edici sözümüz. Who wear, sadə paltar. Simple. Ordinary də deyə bilərsən. Clothes. Aha. Rahat hiss edir. Rahat hiss edər. Gələcəkdə denən. Will. Aha. Feel. I saw more. I saw more comfortable. İndi bax, bura qədər uşaqlar. Bura qədər bilmədiyimiz söz var. Belə cümlə qura bilərdik. Qura bilərdik. Bəs mənsiz indi qura bilərsiniz. O formalaşmalıdır. Demək, bilirik sözləri, amma onu formalaşdırmaq lazımdır. Yaxşı. Növbəti. Bundan əlavə eyni forma geyinmək. Bundan əlavə eyni forma geyinmək şagirdlərin, bu qəşəng cümlədir. Bundan əlavə eyni forma geyinmək şagirdlərin özlərini bir qrupun üzvü kimi hiss etməsinə kömək edir. Şagirdlərin 9-cu siniflər sevinir. Ki, yaxşı ki yazmırıq, hə? Aha, forma geyinmək şagirdlərin özlərini bir qrupun üzvü kimi hiss etməsinə kömək edir və intizamı artırır. Vəziyyət əli. Bundan əlavə
Necə deyirsən? In addition, super. In addition. Oldu növbəti. Görürsünüz, linking verslərinin işlənməyi çox önəmlidir. Yazdıq. In addition. Nə geyinmək? Eyni formanı geyinmək. Bu nədir? Gerunddur. Düzdür? Gerund necə başlayır? İndi başladıq nə ilə? Wearing. Aha. Eyni formanı geyinmək. Equal'ın yerinə də elə same daha qəşəngdir burada. Aha, same. Sonra uniform demişəm mən, düzdür elə demişəm. İndi fikir verirsən nəyə? Xəbərə. Əgər bizim gerundumuz varsa, xəbər nə olacaq təkdə? Aha, helps. Helps'dan sonra students, bəli. Students daha rahat hiss etməsinə və qrupun, məsələn, cümləm necə idi? Aha, özlərini bir qrupun üzvü kimi hiss etməsinə kömək edir. Aha. Help students hiss etməsinə. Feel. Aha. Feel. A part of bir hissəsi deyirəm axı. A part of a group. Fikir ver, bax, nə edəcəksiniz? Adım kimi əminəm. Yazarsınız, a part of group yazacaqsınız, hə? Niyə elsini yazmırsınız? Çünki sayılan təkdir. E artikalına fikir verirsiniz, yaxşı? Feel a part of group. Sonra and nəyi artırır? Artırmaq nədir? Increase, improves da olar. Improves discipline. Increase da olar. Çoxdur sözlər. Mənim ən sevdiyim şey disiplin. Disiplin olanda hər şeydə yerinə oturur. Yəni siz disiplinli olsaz, hər dərs verdiyim esseləri yazsaz misal üçün, özünüzdəki fərqi görəcəksiniz. Yəni imtahana bir ildən az vaxtımız, bir ildən azdır da, hə? Vaxtımız qalıb. Nə olsun ki, hava yaxşılaşır? Daha da çox çalışmaq lazımdır ki, gələn il mandraja düşəcəksiniz. Hə, növbəti cümlə. Digər tərəfdən bəzi insanlar, uşaqlar, yarısını yazdıq, yarısı qaldı. Digər tərəfdən bəzi insanlar düşünür ki, formalar şagirdlərin öz üslublarını ifadə etməsinə mane olur ki, bu da böyüməyin vacib hissəsidir. Elə bir ki, qısa-qısa cümlələri biz nə edirik? Ardıcıl şəkildə bir-birlərinə birləşdirməliyik. Cümlələr arasında əlaqəni düzəltməliyik. Digər tərəfdən nədir? Hə, yazmaq istəyirsən? Digər tərəfdən bəzi insanlar düşünür ki, formalar şagirdlərin öz üslublarını ifadə etməsinə mane olur ki, bu da böyüməyin vacib hissəsidir. Görürsünüz, vacib hissəsi yenə burada var. Vacib sözü var. Digər tərəfdən nə idi? Aha, on the other hand. On the other hand. Bunun altından xətt çəkək ki, linking verse-dir. On the other hand, bəzi insanlar düşünür ki, bu rahatdır. Some people think that. Some people think that. Aha. Uniforms neyinir? İnsanlara, uşaqlara neyinir? Şagirdlərin öz üslublarını ifadə etməsinə mane olur. Mane olur. Uniformalar mane olur. Uniforms mane olmağa nə deyə bilərsiniz? Elə stop denə. Stop. Students. Hə, bax burada da bir qrammatik qaydadır. Belə deyim. İfadə etmək nədir? Bayaq sizlə sual cavab elədim. Express. Stopdan sonra to gələcək yoxsa ing? Aferin, ing. Ona fikir verin. Stop expressing. Aha. Onların nəyini? Tərzini deyə bilərsiniz. Misal üçün. Their own style olar. Their style da olar. Düzdür? Style. Bəli, bu da deyir nəyin? Böyüməyin vacib hissəsidir. Həqiqətən o bir yaş həddi var ki, insanlar ancaq geyim tərzləri ilə göstərməyə çalışırlar. Və bu da, belə deyim, böyüməyin nəyidir? Vacib hissəsidir. Bunu düzəltsək. İndi style sözü görsən cansız. Nə yazacaqsan təyin eləsən? Which, bu sənin növbəti təyini sözün. Which is. Which is-dən sonra nə deyəcəksən? Vacib hissəsi. Crucial yaz. Important yazmışdıq. Gəl bura important yazaq. Crucial başqa yerdə daha qəşəngdir. An important. Aha, sonra.
Hissə. Vital da var. Vital hər yerdə işləmir. Part of. Böyümək nədir? Grow. Böyüməyin deyirsənsə, burada nədir? Magmək nədir? ING-dir, düzdür? Growing up deyəcəksən. Yaxşı, growing up. Okay, son iki cümlə qaldı. Bu fikir qismən doğru olsa da, bunu başlayaq. Bu fikir qismən doğru olsa da, deməli nədir burada təzaddır? Olsa da. But yox, batdan qəşəng sözlər öyrətmişəm. Also, however da olardı, bəli, daha yazdım bunu. Also, aha, bu fikir. This opinion. Idea olar? This idea, aha. Müsbət cəhətləri olsa da. Has. Yəni, doğru cəhətləri də deyə bilərsən. Nə yazmışam? Qismən doğru olsa da yazmışam, hə? Has some truth denən həqiqət mənasında daha yaxşı olar. Has some truth. Aha. Mən nə edirəm? Məncə diqqətli və bərabər mühit daha vacibdir. Məncə nə deməkdir? Mən belə düşünürəm ki. Başqa? Ay, nəsə bir şey. Uzun bir şey. Mən inanıram ki də deyə bilərsən. I believe that. Burada daha yaxşı olar. Aha. Diqqətli və bərabər mühit daha vacibdir. Aha. Diqqətli. Careful, focused da olar. Focused and. Focused and-in sinonimi nədir? Əzlə olan bir sinonim var idi. Onu əvvəllərdə demişəm sizə. Focused as well as yaza bilərsiniz. As well as bərabər cəmiyyət, bərabər mühit. Nədir bərabər? Onu da soruşmuş. Equal cəmiyyət. Nədir cəmiyyət? Society, environment da olar. Nəyə görə environment yazarım? Belə uzun olsun da. Aha, bu daha ümumidir. Aha, equal environment. Aha, daha vacibdir. Vacib crucial sözünü buraya yazarım. Is more crucial. Bax, crucial qəşəng sözdür. Eyni sözün təkrarından qaçırsınız. Okay, son cümlə. Nəticə olaraq məktəblərdə formalar məcburidir. Neynədin? Yenə də fikrini sonda gətirib deyirsən ki, mən düşünürəm ki, vacibdir. Nəticə olaraq məktəblərdə forma vacibdir. Nə yazacaqsan nəticə olaraq? As a result yaza bilərsən. Və yaxud da deyə bilərsiniz to sum up my essay. Bu da olar. Bir dənə də yazıram. To sum up my essay. Yəni mən oxuyanda bilirəm ki, sənin esseyin sonlanır. Düzdür? Bu da növbəti bir linking words. Aha, to sum up my essay. Məktəblərdə formalar məcburi olmalıdır. Mübtədamız uniforms. Aha. Məcburi nədir? Aha, should be. Required yazmışdıq. Sifət kimi məcburi nədir? Yox. Məcburi C ilə başlayır. Compulsory. Compulsory. Aha. Məktəbdə in schools yazıb cümləni sonlandırırsan. In schools. Deməli, indi balacalaşdırsaq, görün nə boydadır. İndi mən biraz yazmışam da, xırda yazmışam. Gözünüzdə böyütməyin, düzdür. Elektron lövhənin də ürəyə getdi. Bu qədərlik bir essedir. Hələ var, maşallah. Əməlli yazmaq lazım uşaqlar. İndi gözünüzü böyütməyin. Keçin o birisinə. Gözünüzdə böyütməyin. Burada daha səliqəli yazmışam. Buydu deyəsən. Hə. Bu bal verilməsinə bağlı dəqiq məlumat yoxdur. 20 bal da ola bilər, 30 bal da ola bilər və deyilənə görə yarım saatda vaxt veriləcək. Amma o əlavə vaxt. Amma bu haqda hələ dəqiq yazılı məlumat yoxdur. Biz də hələ cavab gözləyirik. Yəqin ki, may ayında məlumat verilər. Amma ümid edirəm ki, biraz insaflı olarlar. Yəni həm imtahan stresi, yəni siz bunu sakit başına yazsanız da imtahan stresində o fikir gəlməyə bilər. Siz IELTS imtahan vermirsiniz. Bu tam IELTS tipindədir. Opinion essay olsa da IELTS tipindədir.
Yəni mən çox sevirəm, düzdür. Yəni mənə oturub qrammatika keçməkdənsə, bu formada şagirdlərlə esse yazmaq inanın ki, daha xoşdur. Biz rəngli-rəngli yazmışam qəşəng. Bax fikir verin 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə linking words-dən istifadə eləmişik. Hələ bəlkə də diqqətimdən nəsə yayınar. Sonra bir təyini əvəzlik, sonra 2, 3, 4 dənə, 5 dənə təyini əvəzliklər yazmışıq. O da önəmlidir. Mürəkkəb cümlə gördüyünüz kimi önəmlidir. Deməli, linking words-lərə fikir verirsiniz. Linking words-lərdən əlavə təyini əvəzliklərə fikir verirsiniz. Bir də nə etmək lazımdır esseni yaxşı yazmaq üçün? Sonluq qoymaq lazımdır ki, fikrin tamamlanır. Və mövzudan kənara çıxmırsınız. Yəni, bugün mən danışdım, amma gələn səfər artıq esse qruplarında sizə əlavə edəcəm. Esselərinizi bir-bir yoxlayacağım ki, baxaq görə bu dediklərimin nəticəsi necə olacaq. Sizdən də həmçinin bunu istəyirəm ki, bu yazdığım təlimatlara əsasən çox istəmişdiniz. İstədim ki, dərsdə elə sizə də təlimat verim. İnşallah ki, sizin üçün də faydalı bir esse oldu və özüm də istədim ki, model testə uyğun olaraq mövzu, yəni oradan seçilsin. Fərqli mövzular axtarmayın. Adi elə esselər haqqında təlimatlar vardı, adi sınağın arxasında, aşağı hissəsində. Hansılar ki, geniş mövzu ola bilər, onlardan götürüb yaza bilərsiniz. Özüm də çalışacağım ki, mövzular haqqında məlumat verim və yaxud da belə mövzu verim sizə evdə yazın ya da burada da müzakirə edərik. Yaxşı, uğurlar arzulayıram sizə də. Dərsi sonlandırıb öz dərsimə davam edəcəm. Fikirlərinizi paylaşın və bunu mütləq şəkildə ehtiyacı olan şagirdlərlə paylaşmağı unutmayın. Hər birinizə uğurlar.